Gündəlik iş var yoldaşlar. Gündəlik iş. Mən gündəlik işdən bəhs etmək istəyirəm sizə. Bu hədiyyə bağlayıcı işidir yoldaşlar. Hədiyyə bağlayıcı işidir. Bu çox insana sərf eləyə bilər. Nəyə görə çox insana sərf eləyə bilər? Burada səhv xatırlamıramsa, bəli, doğru xatırlayıram. Xanımla və bəylər üçün fərq yoxdur, yəni artıq dəqiqdir bu məlumat. Yəni xanım və bəy olmanız fərq eləmir. Yəni bir var bir cinsin nümayəndəsinə uyğun olar, yox, xeyr. İş təcrübəsi tələb eləmir. Kimsiniz, xanım mısınız, bəysiniz, fərq eləmir. Təhsil də tələb eləmirlər. Əsas məsələ nədir yoldaşlar? Əl qabiliyyətiniz olsun. Sərqəli və zövqlə hədiyyə bağlama bacarığınız olsun. Bu hardadır yoldaşlar bəs? Bu işlər hardadır? Bu Supersoyun şirkəti var. Onun şəhər daxili 16 filialında var. Və sizi də, yəni namizədləri də yaşadıkları əraziyə yaxın filiallarına göndərirlər. Gündəlik bir işdir və müvəqqəti bir işdir. Yəni bunun da altından xətt çəkmək lazımdır. Müvəqqəti bir işdir. Və ehtimal yeni il bayramı üçündür bu. Bəli, elə adı üzərində qeyd ediblər. Yeni il hədiyyələrinin bəzəkli bağlanması üçündür bir iş. Saat 10 günlük işdir də belə çıxır. İndi neçədir? İndi 20 dekabr 2025. 10 gün olmasın, bir 15 gün olsun. 12:00-dan 22:00-a qədər olan bir işdir, 8 saatdır. Gündəlik məvacibi də 25 manatdır yoldaşlar. Bu işə də müraciət etmək üçün CV-nizi göndərə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsə, onunla da bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmazlıq çətinlik çəkirsinizsə. Bu arada buna bənzər iş, misal üçün xatırlayıram, 9 manatlıq paketləyici işi var idi. Yəni 9 manat faizlə idi də. Yəni siz istəsəz, yəni orada 900 manat da qazana bilərdiniz. 600 manatdan 900 manata qədər. Elə bir iş kanalda da var, diqqət eləyə bilərsiniz. Bir daha deyirəm, iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsə, kanala daxil olun, Toğrul Rəcəbadlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, orada profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsindən götürüb mesaj yaza bilərsiniz.